Herkese salam kızlar, kanalıma hoş gelmişsiniz. Teze bir vlog başlayıram. Bugün biz sizinle birlikte gedirik mebel seçmeye. Telefonu kızlar zaryatkaya koymuştum, ona göre çekebilmedim. Böyle blinçikleri hazırlamışam. Cemaat ise öz maşınları yiyor, neyi var. Çünkü bazar günüdür bugün. Ben durup hazırlaşmalıyım. Siz bir tane bu şirine bakın. Bu durmak bilmir de buradan. Vlogun reylərinə baxıram. Bir çox izləyici mənim bu çantamı bəyənməyib. Yazılar ki, vedrəyə oxşuyur, o nədir ayqa. Doğrudan da fərqli forması var. Çox fərqli bir modeldir. Amma qızlar çox xoşuma gəlir. Yay donlarına elə qəşəng kombinlər yığacam. Ürəyiniz gedəcək bu çanta üçün. Bundan əvvəlki vloqlarını izləməmisinizsə mütləq baxın. Orada nişanlımın evini göstərim, daha doğrusu yataq otağı və oradakı mebelləri. Ev alınandan sonra qaynanam sağ olsun evi tam olaraq mebelinə doldurub və bizə deyib ki, bu mənim sizə hədiyyəmdir. Məncə bu çox gözəl bir hədiyyədir. Amma çox təəssüf ki, mebellərin rəngi biraz tünd rəngdədir. Mən isə əksinə açıq rəngli bir otaq istəyirəm. Mətbəxdə olduğu divan, stol, stul, onlar hamısı qalacaq. Növbəti vloqlarda oranı da sizə göstərəcəm. Amma yataq otağı üçün mebel almaq istəyirik. İndi dəqiq bilmirik, hazır mebel alacağıq yoxsa sifariş edəcəyik. Mebel mağazalar çoxdur. Biz Nur mebeli seçdik. Həm oradan tanışlarımız sifariş eləmişdi və çox razı qalmışdı. Həm də ki, qiymət müqayisəsində çox gözəl qiymət təklifləri var. İndi biz ora gedəcəyik. Hansı modellərin arasında qalmışıq, onları hamısını göstərəcəm sizə. Qiymətləri də deyəcəm sizə, daha asan olsun seçim eləməyi. Mən isə burada həm makiyaj eləyirəm, həm də ki, hazırladığım blinçikləri də yeyirəm. Mebeli isə tam ağ istəmirəm, çünki divarlar ağ olacaq. O keçən vlogda göstərdiyi aboyaları nə qədər mükəmməl olsa da onlar da söküləcək. İstəyirəm sadə divarlar ağ olsun. Və ağ divarına ağ mebel yaxşı görsənməyəcək. Ona görə bir maloçni rəng olacaq. Dəst olaraq heç geyinmədiyi bu dəstinə geyinəcəm. Və təzə bu çantanın özümlə götürəcəm. Bunun içində o qədər şey sığışır. O qədər gözəl çantadır. Əsasdakı gərək power bankı unutmayın. Gedirik mebel seçməyə. Təxmini nə istəyirəmsə, mən konkret bilirəm. Əgər bizim parametrlərə uyğun variantlar varsa orada və bəyəndiyimiz variant olsa, sırası alacağıq. Olmasa, sifarişlə də lübo istədiyiniz formanı yığdırmaq olar. Amma ilk öncə istəyirəm biraz mağazanı gəzək, baxaq görək nə var, neçiyədir. Bəlkə sizə də maraqlı olar, videoda biraz uzun olsun düşünürəm. Olan modelləri də göstərəcəm, çünki məni izləyən, toya hazırlaşan, cehiz alan xanımlar çoxdur bilirəm. Mağaza Maştağada yerləşir, adı da Nur mebeldir. Kimə maraqlıdırsa onların Instagramı bu videonun altında yerləşdirəcəm sizin üçün, keçid edib maraqlana bilərsiniz. İstədiyiniz növ mebeli yığa bilirlər, siz sadəcə şəklini atırsınız, ona uyğun toçn elə bir mebel sizin üçün hazırlayırlar. Sizə videoda göstərdiyim mənzildə biz maksimum 2-3 il yaşamaq istəyirik, ondan sonra başqa mənzilə köçəcəyik, ona görə ora çox bahalı mebel yığdırmaq istəmirik. Bəlkə də hazır aldıq, indi baxacağıq variantlara. Biz gəldik və bizi satış meneceri Gülnar xanım qarşıladı. İlk gözümə çarpan bu modeldir. Çox gözəldir əslində. Bir dənə baxın taxtın gözəlliyinə. Çox xoşuma gəlir. Ümumiyyətlə taxtın belə bir detalları olanda ürəyim gedir. Bu hissəsi də qəşəng yumuşaqdır. Maraqlı bir modeldir ümumiyyətlə. Güzgüsü isə belə. Burada bir dənə sirmə. Bu isə mən. Salam. Burada da istədiyiniz qədər kosmetika yığmaq imkanı var. Bu dəstin satış qiyməti 2500 manatdır. Amma misal üçün üstündə pufik sizə hədiyyə verilir, ortopedik döşəkdə. Nəzərə almaq lazımdır ki, membran qapılarınadır və gözəl naçniklərlə. Mexanizmi gözəldir. Baxın, belə bir şey istəyirəm. Öz kosmetikanı tam olaraq yığım, doldurum. Çünki kosmetikam çoxdur bildiyiniz kimi. İstəyirəm əlavə olaraq makiyaj masadan əlavə bir dənə belə bir komodum olsun, içi dolu kosmetika ilə. Bu dəstin eyni cür belə bir TV stendi də var. Bu dəstini həqiqətən çox bəyəndim. Krem gözəl rəngindədir. Bir də ki, Lüboy rayona çatdırılması var. Misal üçün o gün mən xanımla danışanda dedi ki, Xaçmaza çatdırılmam var və cəmi 100 manata idi çatdırılması. Vitrində olanlardan başqa belə bir kataloqdan da seçmə imkanı var. Bir də ki, misal üçün kravatı istəyirsiniz, misal üçün tumbaçkanı istəmirsiniz, onu çıxartmaq imkanı da var. Bu da çox gözəldir.
Bu dəstə isə hal-hazırda endirimdədir. Fabrik tərəfindən adətən 2500-ə satılan bu dəst hal-hazırda 2300-ədir və bu endirimlər 2 ay ərzində qüvvədədir. Bu arada rəng seçimi dəyişmə imkanı var. Misal üçün belə tünd göy rəng istəmirsinizsə, başqa rənginə əvəz eləmə imkanı var. Bir də ki, qızlar, bu dəstin üstündə yataq dəsti də pastel, yəni ki, hədiyyə olunur. Detalları belə yaxından sizin üçün çəkmişəm ki, nə dərəcədə mükəmməl keyfiyyətli olduğunu görə biləsiniz deyə. Mən də güya ki, məsləhətləşirəm, nişanlıma deyirəm ki, bu yaxşıdır və yaxud o. Hansını deyirsən, superdə götür, mənim üçün heç bir fərqi yoxdur. Həqiqətən hansını göstərəm, deyir ki, əla götür, gedək buradan. Elə bir ki, yalnız özüm üçün alıram və bu mebellərlə birlikdə mənzildə yalnız mən yaşayacağam. Elə bir abu hava aldım bir anlıq. Biz mama ilə axtardığı stul deyəsən tapıldı. Çox gözəl stullar var burada. Qəşəng bərk materialdan indi oturub baxacağam, yoxlayacağam. Bunlara uyğun bir dənə stol da olsaydı onu da götürmək istəyərdim. Çünki qonaq otağımızdakı stol heç divanla uyğun deyil. Onu rayona aparmaq lazımdır. Amma əvvəl gəlin təcili olan məsələləri bir-bir həlləyək. Bu arada Nur Mebeldə həm kredit şərtləri var, həm də ki bir kartını almaq imkanı. Təcili lazımdırsa indi alırsınız, sonra bir kartını yavaş-yavaş bala-bala ödəyirsiniz. Ümumiyyətlə mən seçim eləməkdə çətinlik çəkən bir insanam. Yəni ki, hər mebelin öz gözəlliyi var və insan istəyir ki, böyük bir dənə evi olsun və hər otağa fərqli növ, fərqli cür yataq dəstləri alıb qoysun. Burada qızlar manifest deyirəm, İnşallah elə də olar. Böyük güzgülərin heyranıyam və mütləq yataq otağımda bir dənə böyük güzgü olacaq. Luxlarını göstərmək üçün. Bu güzgünün formasını da çox bəyəndim qızlar. Dəhşət gözəl görünür. Bu qara xət bir şık verir bu güzgüyə. Belə bir makiyaj masa. Bu mənə daha uyğundur əslində. Mən də belə bir şey istəyirəm. Dayaz olsun və kosmetikaları hamısını belə yığım burada. Bijuteriyadan tutmuş hər şeyi. Baxın, mebeli hardasa belə bir rəng istəyirəm. Tam ağ olmasın, amma açıq rəngli bir şey olsun. Krem ola bilər, boz ola bilər. Ən əsasdakı ruçkaları istəyirəm qara olsun və mat olsun. Keçən vlogda deyəsən demişəm sizə, bizdə bir otaqlı evdir, biri studiyadır, qonaq otağı və zal birlikdə və yataq otağı. Qonaq otağı üçün, misal üçün belə bir künc divan almaq olar, amma artıq uca var, qaynanam alıb, belə korişnevi rəngdə divan var. Mebel seçmək, pərdə seçmək, xırda-xuruş qapqacaq almaq. O qədər zövq alıram mən bu xırda problemlərdən. Bu divanın keyfiyyətini də çox bəyəndim. 1200 qiymətidir və üstündə jurnalini hədiyyə olaraq verilir. Ümumiyyətlə, indi hamısını çəkmədim. Burada mebel çoxdur. Ən yaxşısı bunların Instagrama daxil olub baxa bilərsiniz nələr var, neçiyədir. Əvvəl dediyim kimi Nur Mebelin Instagramı bu videonun altında sizin üçün yerləşdirəcəm. Keçid edib özünüz baxa bilərsiniz. Biz isə baxdıq və qərara aldıq ki, sifariş eləyəcəyik. Daha doğrusu xoşuma gələn kravat var idi, amma mən bir tık tünd rəngini istəyirəm, ona görə sifariş verdik. Dedilər ki, bizə bir həftə ərzində düzəldib sizə təhvil veriləcək. Ortopedik gözəl qalın döşək götürdük. Tam istədiyim kimi qara ruçkalar indi gələndən sonra bir-bir sizin üçün göstərəcəm mütləq. Bu misal üçün bazalı belə bir modeldir. Cəmi 1200 manat qiyməti var, həm də ki açılır. Bu çox şirindir, dəhşət xoşuma gəldi. Ümumiyyətlə belə krem rəngdə divanları, açıq rəngdə divanları sevirəm. Burada kruşka qoyursunuz çay içərkən. Mebelləri gətirəndən sonra ev turu çəkəcəm sizə. İndi ən çətini parça seçimi. Kravatın bəzi hissələr parçadan olduğuna görə bilmirəm hansı parçanı seçim, hamısı xoşuma gəlir. Əslində ən çox bundan xoşum gəlir, bu parçalardan. Sadəcə Twix-i düşünürəm, belə parçalar çox incə və zərif olurlar və bunun üstündə bir balaca cızıq olan kimi görsənə bilər. Amma daha uzun ömürlü belə parçalar var. Amma nədənsə bunların rəngi çox da məni açmır, mən bunlardan xoşum gəlir. Ona görə yəqin ki, Twix-ə sadəcə qadağalar qoyacağıq biz. Qaça-qaç gedirəm evə, çünki sizin üçün vlog paylaşmalıyam. Hələ vlogun montajı da qalır. Sonra isə gəlinimizi ad gün təbrik eləməyə getmək lazımdır. Hədiyyəmi də tez göstərim sizə. Həm də ki, upakovka eləyim. Bu deməli belə bir çugun çaynikidir. Kifayət qədər ağır konstruksiyasıdır və məncə çox gözəldir. Üstündə belə maraqlı qapağı da var.
Bunun içində çay daha gec soyuyur və bundan ayrı bunun altlığı. Məncə çox qəşəng görsənir. Ən çox da bağ evlərdə belə bayırda qoyursunuz. Bura şam qoyursunuz ki, soyumasın və bunu bunun üstünə. Məncə makarovkalar o qədər də yaxşı deyil. Bunu unutdum mən doğrudan. Bu da var imiş. Belə. İstəyirəm korobkaları qəşəng kağıza büküm. Daha gözəl və səliqəli görünsün. Bu heç bunu indi eləyəcəm. Alarkən hətta sizin üçün vlog da çəkirdim. Yadınıza gəlirsə Bahar Store'dan mən belə sabunlar almışdım. Demişdim ki, ad gün üçün alıram. Sadəcə həmin vaxt Pərvanə ad günü qeyd eləmədi. Çünki evdə uşaqlar xəstələnmişdi, su çiçəyi olmuşdu. Ona görə indi gedib hədiyyə verməyi istəyirəm. Daha doğrusu tam belə ad günü kimi deyil. Sadəcə təbrik eləyəcəm. Dəhşət gözəl qoxusu var bu sabunların. Həmin gün Bahar Store'dan Skin 004'ün belə bir maskasını almışdım. Paketin içinə bir balaca zapastan əlavələrim də oldu. Belə bir makiyaj sponjika. Bunu Trendyol'dan almışdım set olarak. Bu Cleansing Balm'dı Zero'dan. Və Temu'dan həm özümə almışdım, həm də ki Pərvanə üçün belə bir kolye. Çox gözəl görünür. Məndə xaçlar var üstündə, onları çıxartmalıyam. Bu isə onlar olmadan başqa bir model almışam. O da çox maraqlı. Hələ prosta korobkanın içində necə varsa elə də paketə salıb aparmaq olardı. Onsuz da gecikirdim mən. Amma mən özüm hədiyyənin təqdimatına çox fikir verirəm və belə upakovka olunan hədiyyələr mənə daha maraqlı, daha sevindirici gəlir. Ona görə gecikməyimə baxmayaraq fikirləşdim ki, səliqəli bunları belə büküm. Qırmızı belə lentlə üstündən bantik də vuracam və salam olacaq, çox qəşəng. Əvvəl vloqlarda da sizə demişdim, bu kağızları mən Temu'dan sifariş eləmişəm, amma bizdə qaldı. Luboy dəftərli vazimatlar satılan mağazalarda doludur, amma Temu'da daha ucuz ala bilərsiniz, alıb zapasa qoya bilərsiniz. Mən aldığı kağızlardan deyəsən cəmi 2 dənə kağız qalıb, ona görə gərək yeni alım və zapasa qoyum. Vaxtıma çox qənaət eləmiş oluram belə eləyəndə. Sadəcə bunun üzərində olan risunkalar biraz uşaq fason risunkalardır. Gələn dəfə gərək hər cür kağızları sifariş edeyim. Həm tutaq ki, murskoy bir hədiyyəni upakovka eləmək üçün, həm uşaq üçün, həm böyük üçün. Yəni ki, bunları hamısını nəzərə alıb böyük bir dənə set alım. Çünki nə qədər böyük alırsınızsa seti, o qədər ucuz başa gəlir. Misal üçün bir kağız alanda bir qiymətdir, 15 dənə kağız alanda başqa qiymətdir. Ona görə çox və yaxud set almaq daha sərfəlidir. Bunu da nəzərə alın. Amma bu qırmızı lenti hər şey 1 manat mağazasından almışam. Orada daha sərfəlidir. 1 manatadır istədiyiniz növ qalınlıqda lent. Çalışıram ora gedərkən sırazu gedim oradan alım, olsun evdə hər bir rəngdə. Bilmirəm, sırf mən eləmişəm deyə özümü tərifləyirəm, amma həqiqətən məncə çox maraqlı və gözəl alınıb. Sizcə necədir? Mütləq rey bölməsində öz fikrinizi yazın. Bəh, Pərvanıçqa uca süfrə bəzəyib. Bir dənə baxın necə qəşəng bunun taryalkaları var. Biz biraz gecikmişik. Albina zəng elədi. Dedi ki, mən yeyə bilmirəm deyəmişəm burada. Albina. Gəlmişik. Belə. Yeməyə, basıb yeməyə gəlmişik. Bunu da Albina dedi ki, Pərvanə özü düzəldib belə bir gözəl rulet. Halal olsun, əllərə sağlıq. Mən də qaqras acam. Özdə ki, neyi var ac. Это мое место. Doritos salatı burada. Məncə çox iştah açıcı və gözəl görünür. Dadı da mükəmməl. Bu il Doritos'ı sınamamışam, düzdür, yarmarkada. Amma keçən il sınamışdım. Ailədən gözəl nə ola bilər? Əlbəttə heç nə. Bugün gözəl, produktiv bir gün oldu. Ümid edirəm ki, tam istədiyim kimi mebel gələcək. Mən istədiyi kravatın qıraqları ağ olanda daha gözəl, daha şık, daha bahalı görünür. Amma tək gözəlliyi deyil, praktikliyi də düşünmək lazımdır və bu qıraqlar tez çirklənəcək. Ona görə boz rəngini seçdim və mebel özü də boz olacaq, amma açıq boz rəng. Gələndən sonra mütləq hamısını sizə göstərəcəm. Uzaqbaşı bir həftəyə gələcək bunlar hamısı. Həm o biri otağı göstərəcəm. Onsuz da o evdə yaşayış yoxdur. Biz sizinlə rahat ora gedib tam çəkilişini eləyə biləcəyik. Çox sağ ol Pərvanə xanım.
Bu ruletin reseptini mütləq öyrənəcəm. O qədər dadlı idi, o qədər dadlı idi. Ən əsas da ki, şəkərin minimum idi. İki fərqli növ hazırlamışdı. Biri cəmnə, o birisi isə kəsmiklə. Hər ikisi dəhşət dadlı idi. Birdən gördüm və şoka düşdüm. Neçə dənə xəritə var burada Azərbaycanın. Görəsən bunları kim öyrənir? Bu da baxın bir dənə. Bu da gözəl yer tapıb özüncüm burada. O qədər yedi, dəhşət partlayıram. Hələ əli boşda gəlməmişik evə. Deyirəm də, belə gəlin harda var. Bu ruletləri özü hazırlamışdı. O dərəcədə də dadlıdır. Dadlıdır, elə danışırım. Bunların içinə çox az şəkər tozu əlavə olunub. Demək olar ki, cicikdir. İçində burada kəsmikdir. Burada isə cəmdə, amma o da dəhşət şirin deyil. Çox xoşuma gəldi. Bunun reseptini alacağım. Mütləq özümdə evdə hazırlayacağım. Və belə konfetlərdə sağ olsun qoydum. Çay içəcəm sabah. Amma bugün içə bilmirəm. Çünki partlayıram.